Əli İbrahimoğlu Qasımov 20 may 2001-ci ildə anadan olub. Azərbaycan ordusunun əskəri olan Əli Qasımov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Ağdərə istiqamətində şəhid olub. 2020-ci ildə Azərbaycan ordusu sıralarında əskər kimi müddətli həqiqi xidmətə çağırılıb. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci ildə başlanan və müzəffər ordumuzun qələbəsi ilə bitən Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Əli Qasımov ölümündən sonra Suqovuşanın azad olunmasına görə, igidliyinə görə və Vətən uğrunda medalları ilə təltif olunub. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, vətən bölünməz.